biz sağlamlığımıza, ruhumuza yaxşı təsir eləyəcək işlərlə məşğul olmalıyıq. Bunlardan da biri kitab oxumaqdır, şeir oxumaqdır, biraz incə sənətə, mədəniyyətə yaxın olmaqdır. Əziz dostlar, biz sizə Tofiq Bayramdan danışacağıq. Onun haqqında söhbət olacaq. Əməkdar incəsənət xadimi şair Tofiq Bayramdan söhbət gedir ki, bir çox məşhur şeirlərin müəllifidir. Onun şeirlərinə bir çox mahnılar, nəğmələr də bəstələnib. Ay gecikən məhəbbət ən məşhurlarından biridir. Ən məşhur mahnılardan biridir. Və Günel Mehrinin təqdimatında Günün şeiri xatırlayacağıq. Atalıq borcumu da, atalıq eşqimi də şeir aldı əlimdən. Bu səmimi misraları bir şair ömrünü başa vurmuş Tofiq Bayram yazırdı. O əmin idi ki, şair açıq ürəkli olmalıdır. İlk növbədə sənətinə qarşı. Hər şeyin fövqündə yazıb yaratmalıdır. Daha doğrusu bütün çətinliklərin, yoxluqların, olmazların üzünə durub yazmağı bacarmalıdır. Yazmalıdır ki, hissləri körşalmasın, qələmi kökdən düşməsin. Yazmalıdır ki, içində tüğyan edən emosiyalara, ağ vərəqlərə töküb rahatlaşsın. Bax, belə emosional vəziyyətlərdən birində çox vaxt şeirlərini bədahətən söyləyən Tofiq Bayram Əriy ağacı şeirini qələmə alır. O zamanlar təxminən ötən əsrin 60-cı illəri idi. Gənc şair şeirə belə bir cümlə ilə başlayır. Atamın əziz xatirəsinə. Amma Tofiq Bayram bu xatirə şeirdə tək atasının yox, Əmircanda keçən uşaqlıq günlərinin də portretini yaradır. Özü də sonralar ailələrinin simvoluna çevrilmiş əriy ağacının timsalında. Beləliklə, günün şeirində Tofiq Bayramı əriy ağacı şeiri ilə anırıq. Hər cür ağac vardı bizim həyətdə. Bu ağac bir bağın yaraşığıydı. Tayı, bərabəri yox idi kənddə əriklər elə bil ay işığıydı. Camaat gələrdi tamaşasına, ondan ətək-ətək meyvə dərərdi. Atam ən istəkli dost aşnasına yayda səbət-səbət pay göndərərdi. Kölgəsi tutmuşdu evi, eyvanı, yamyaşıl pərdə idi pəncərələrə. Barlı ağacların mahir bağbanı atamın əli ilə sancılmış yerə. Bir beşik asmışdı iri şaxından, o günlər mənim üçün qədimdən qədim. Həmin o beşikdə yatdım bir zaman, ana laylasını orada dinlədim. Duranda bəxtimə ərik çıxardı, şirin həqiqətə dönərdi xəyal. Quşlar da payıma şərik çıxardı. Sapsarı əriklər olardı xal-xal. Yuxu da, nağıl da köçdü beşikdən. Dəyişdi gözümdə bu həyət, baca. Bir gün körpəliyim düşdü beşikdən, dəcəl uşaqlığım çıxdı ağaca. Bu yay bəhərli idi həmişəki tək. Meyvə gətirmişdi o pıtraq kimi. Birdən yağdı yağış, gurladı külək, əsdi nəhəng ağac bir yarpaq kimi. Belə əsməmişdi yaranışından, təbiət kökündən vurdu ağacı, külək sinəsindən, yağış başından döydü, silləliyib vurdu ağacı. Nə külək dayandı, nə yağış kəsdi, yay kimi dartınıb gərildi yerə. O elə titrədi, o elə əsdi, birdən gürultuyla sərildi yerə. Sanki yaraşığı getdi hər yanın, yaşıl paltarını hər yer soyundu. Üstünə budaqlar qonan eyvanın, üstünə yetimlik, qəriblik qondu. Atamın qəddi də əyildi yaman. Dedim fəryad səsi göyləri dələr. Elə yapışdı ki öz yaxasından ovucunun içində qaldı düymələr. Dedi dolanmayın yan yörəsinə, qoyun öz-özünə quruyub yansın. Əliniz dəyməsin bir meyvəsinə. Toyuqlar, sərçələr yeyib dolansın.
beşik üzü quyulu qalmışdı yerdə. Yıxılan körpəlik çağımdı mənim. Yıxılan körpəlik çağımdı mənim. Əməkdaşımız Günel Mehriyə təşəkkür edirik. edirik, doğru. Biz orada bir digər həmkarımız Azər bəyi də gördük, Azər Süleymanlını da gördük. O da çox içdən, çox gözəl şeiri səsləndirib. Doğrudan da ümumiyyətlə Tofiq Bayramı bir daha ruhunu ehtiramla yad edirik. Bu cür şairlərimiz çoxdur, hansı ki, nəğməkar şairlərin biraz şanssızlığı var. Bunu nə mənada deyirəm Aynur. Onlar bir çox mahnılar var ki, hamımızın dillər əzbəridir, hamımız tanıyırıq. Çox tanınır, amma sözlərini kim yazıb bir çox insanlar bilmirlər. Musiqi bəstəkarlarını da tanıyırlar, amma çox da elə şairlərimiz, elə istər Baba Vəziroğlu olsun, Allah can sağlığı versin, Vahid Əziz var, Allah can sağlığı versin, o şairlərimizə Tofiq Bayram var. Onların bir çox mahnıları var ki, dillər əzbəridir və hərdən biz danışanda, məsələn, bir çox deyirik ki, əvvəlki mahnılarda, məsələn, biz bunu çox eşidirik valideynlərimizdən də, elə hətta biz yaşlı insanlar da deyir ki, bəli, gözəl musiqilər indi var, amma şeirlərə baxırsan, mətnə baxırsan, sözlərə baxırsan, o deyil. Ona görə də amma o sözləri yazmış insanlar var və ona görə onları da həmişə yadda saxlamaq və mütləq şəkildə yad eləmək lazımdır. Ona görə də indiki mahnılar bəzən deyirlər ki, tez unudulur. Tez unudulur, yəni mahnı yaddan çıxır. Niyə yaddan çıxır? Çünki sözün gücü məsələsi var da. Sözlər nə qədər qüvvətlidirsə, qüdrətlidirsə, bir o qədər mahnı ilə bax o vəhdət təşkil eləyir və nəticədə əsər ortaya gəlir ki, illərlə, əsrlərlə o əsərlər yaşayırlar. Belə olur. Söz çox vacibdir. Çox vacib. Musiqidə sözlər çox önəmlidir. Sujetə keçməmişdən əvvəl Ay gecikən məhəbbətimdən danışdım. Bunu bizim valideynlərimiz əzbər biliblər. Biz də bilirik və hətta bir çox gənc nəslin nümayəndələri var ki, onlar da bilirlər. Yeni versiyalarda oxunur, yeni versiyalarda oxunur, yadda. Çünki bu artıq bir kulta çevrilir, bir əsərə, şedevrə çevrilir. Bir çox mahnılar var ki, və ona görə yadda qalırlar. Bir də var ki, uçdum, qaçdım, yıxıldım, durdum. Belə söz yığılır da sadəcə. Söz yığını və bəsit, belə deyək. Bəsitdir, bir mövsümdə çox populyar olur, çox tanınır. İndi YouTube-a görə ölçülür də, YouTube-da baxılmaz. Bir də şeiriyyatın da öz ölçüləri var, öz standartı var. Şeir yazmaq heç də asan bir şey deyil. Təbii ki, ilahi istedad verə bilər, amma bunun texniki tərəfləri də var, texnikası da var ki, savadlı şair olmağın təkcə istedadla yox, həm də bunun ölçülərini bilməkdir. Mən bu mövzuya çox da hakim deyiləm, şairlik tərəfim yoxdur, amma bilirəm ki, asan iş deyil və ona görə biz bu tip məsələlərdə diqqətli olmalıyıq və həssas yanaşmalıyıq. Biz bir dəfə Ramiz Rövşənlə onun evində, dəyərli şairimizin evində çəkilişdə olanda onun həyat yoldaşı efirdən belə deyək, kadr arxası kənar dedi ki, Ramiz müəllim yazmağa başlayanda bir 3-4 gün çəkilir öz otağına, tərki dünya olur. Yəni orada ona müdaxilə eləyə bilmirsən və o yazır, dayanmadan yazır. İlham pərləri ilə baş-başa qalır. Belə bir haldır. Yəni bu rahat başa gəlmir də. Necə deyərlər, doğulur o şeirlər, dünyaya göz açır. Odur ki, bütün dəyərli şairlərimizi sevgi ilə yada salırıq. Bəli, sevgi ilə yada salırıq. İndi